Görüşdə bildirilib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır. Tərəflər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirməsindən məmnunluq ifadə ediblər. Spiker Sahibə Qafarova Moldova parlamentinin sədri İqor Qrosunun ölkəmizə səfərini və onunla müxtəlif tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Milli Məclisin sədri İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumlarını pisləyərək, bu hücumların qəbul edilməz olduğunu və Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılandığını bildirib. Mikhail Papşoy isə Moldovanın bu hücumları qınadığını və ölkəmizlə həmrəy olduqlarını bildirib. Qeyd edib ki, Azərbaycan da bir çox məsələlərdə Moldovanın yanında olub, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimiz bir-birinə qarşılıqlı dəstək verib. O, həmçinin Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə də fikir mübadiləsi aparılıb. Qonaq Moldovanın bu prosesdə Azərbaycanın təşəbbüs və liderliyini alqışladığını bildirib. Şamilə Şamil qızı, ASTV xəbər.